Şələ xanım, bəs qaşınma şikayətinin altında hansı bir cinsi yolla keçən infeksiya ola bilərmi? Bəli, şikayətin nəzarətsiz qalması bir də bu tərəfdən qorxuludur ki, bəzən qaşınma şikayətinin altında atipik gedişli, cinsəl yolla keçən infeksiyalar da dura bilir. Yəni mütləq deyil ki, hər cinsəl yolla keçən infeksiya qadına aşırı şikayətlər versin. Tutaq ki, pis qoxulu axıntı və s. və o həmən qaça-qaça həkimə gəlsin, tez müalicə olunsun. Bəzən bunlar atipik, yəni resessiv, gizli formada da keçə bilir. O qədər də aşırı şikayətlər vermir. Xüsusən də o bayaq qeyd elədiyim o tez-tez yuyunan, şam qoyan qadınlarda onlarda elə bil silinmiş bir klinik mənzərə olur. Yəni əslində cinsəl yolla keçən infeksiya var, amma özünü o qədər vaginal yuyunma edir, şam qoyur, daimi cürbəcür məsləhətlərlə ki, o infeksiya aktivləşmir. Sanki klinika bir silinmiş, resessivləşmiş, sakitləşmiş bir formada davam edir, amma infeksiya qalır. Və bu infeksiyalar qaldıqda, müalicə olunmadıqda zamanla qadınların uşaqlıq borularının iltihabına qədər, sonsuzluğa qədər gətirib çıxara bilir. Yəni bu təhlükələri də var.